Blok 2025-38-ci test. İkinci vaçe, 3-cü Mömin Vaçaqan və Asvagenə aid olan hadisələri seçib qoyacaq hər birini öz xanasına. Sasanilərin müttəfiqi kimi ərəblərə qarşı döyüşmüşdü. Bu heç birinə aid deyil, Cavanşirə aiddir. Yeni Alban yazısını yaratmışdı. B gedəcək Asvagenə 5-ci əsrin 1-ci yarısında hakimiyyətdə olmuşdu. Paytaxtı yeni şəhərə köçürmüşdü. C gedəcək 2-ci vaçeyə. Arşakilər sülaləsindən olan sonuncu Alban hökmdarının olması isə gedəcək 3-cü Mömin Vaçaqana. 3-cü Mömin Vaçaqan 510-629-cu il uzun müddətli Sasani mərzibanlığı yaranana qədər Albaniyanı idarə etmişdi. Yəni 510-cu ilə qədər və sonuncu Arşaki hökmdarı olmuşdu. Deməli, 3-ə gedir B, 3-ə B, 2-yə gedəcək Arşakilər 2-yə D, 3-ə B, 2-yə D, 1-ə isə C, paytaxtın yeni şəhərə köçürülməsi, bir də Y, Sasanilərə qarşı azadlıq mübarizəsinin rəhbərlik etməsi də ikinci vaçeyə aiddir. Deməli, A variantı olacaq. İkinci vaçe bilir ki, 457-463-cü illərdə Sasanilərə qarşı üsyan etmişdi və məqsədi onun xristian dinini yaymaqdan ibarət olmuşdu. Həmçinin Sasanilərin də tərkibindən çıxmaq istəyirdi.